like, komment yaddan çıxmır. iPhone 18 Pro-nu gözləyənləri məyus edəcəm. Yox, sorry. Mən yox. Insiderlər məyus edəcək. Insider Apple-ın növbəti flaqman modellərinin dizaynını açıqlayıb. Spoiler, dəyişməyəcək. Bu yaxınlarda yayılan məlumata görə Apple iPhone 18 Pro və iPhone 18 Pro Max üçün heç bir əsaslı dizayn dəyişiklikləri planlaşdırmır. Çinli Fix Fox Digital bu barədə məlumat verərək arxa panel və kameraların düzülüşündə hazırki nəsildən demək olar ki, dəyişməz qalacağını qeyd edib. Apple smartfonlarının yeni dizayn aldığını nəzərə alsaq, bu məntiqlidir. Bu məlumat həmçinin dinamik Island ekranının tezliklə artırılmasına və tamamilə ekran altında ön kameralara və Face ID-yə keçidlə bağlı şayələrə şübhə yaradır. Mənbəyə görə Apple 27-ci ildə gözlənilən 20 illik yubileyə iPhone-lar üçün bu cür yenilikləri qəsdən təxirə sala bilər. Nəticədə iPhone 18 Pro ehtimal ki, həv formalı və tanış görünüşləri saxlayacaq. Insider vurğulayır ki, işlər son mərhələdədir və sınaqların mart ayında başlanması gözlənilir. Bu fakt həmçinin iPhone 18 Pro-nun yenidən dizayn etmək planlarının olmadığını da təsdiqləyir.